Çətin oyun oldu. Rəqibin gücünü bilirdik. Çalışırdıq ki, finala çıxaq, amma alınmadı. Rəqib bizi üstələdi, öz momentlərindən istifadə elədi. Birinci oyunda yəni 0 hesablı qələbə qazandınız. Bu oyunda yəni nə dəyişirdiniz? Birinci oyunda üstünlüyümüz bizdə idi, amma bu oyuna yəni ciddi hazırlaşmışdıq. Amma alınmadı. Yəni rəqibin gücü də ona imkan vermədi bizi səfərdə qələbə qazanmağa. Amma komanda pis oynamadı. Yəni bizim də momentlərimiz var idi. Yəni birinci hissədə momentlərimizdən istifadə eləsəydik, oyun başqa cür bitə bilərdi. Demək olar ki, bu nəqisiniz sən qol buraxdın. Çalışdıq ki, gol buraxmayaq. O sonra birinci gol buraxılan kimi biraz həvəsdən düşmə deməzdim. Biraz o kompaktlığı saxlayamadıq. Yəni belə Avropaya yollanmaq istəyən komandası olardı. Fransızlar şimdiyə kvalitet edən və ya da baş finalda qarşılaşmalarda bizim fikrimiz indi üçlüyü saxlamaqdır. Yəni bizim üçün qabaqda 5 dənə final oyunumuz var. Biz onlar ona köklənib onlara hazırlaşırıq falan. Daha finallı oyuncular sanki komandada əndəsə çalışmamazlıq baş verdi. Yəni bunu nə ilə əlaqələndirər? Bilirsiniz ki, uşaq kimi bütün komanda bir yerdə məşq eləyirdik. Yəni konkurent var idi. İkinci dövrədən sonra zədələrimiz çox oldu. 7-8 nəfərə yaxın zədəlimiz var idi. Özdə ağır zədələr idi. Sən istər-istəməz komandada biraz düşüklük olur da. Yəni ona görə, bəlkə də ona görə. Yəni bu futbolda yəni həmişə yəni yüksək gedə bilməsi falan. Uduzmaq da olar, udmaq da olar. Siz də qeyd etdiniz, yəni zədəllər çox olur. Bu mövzuda ən çox zədəlik demək olar ki, futboldur. Yəni bəs bu nə ilə bağlıdır? Zədəllər çıxardığı zədələr necə deyək, oyunda, məşqlərdə məşqlər. Onu nə bilim vallahi, yəni qismət də, yəni qismətində zədə varsa, yəni zədələnəcək. Yəni bəlkə də bilmirəm. Nə bilim, mən onu deyə bilmərəm, yəni. Zədə futbolda sığortalanmamışsa. Qarşıda da Səbayla oynayacaqlar. Yəni sonuncu qüvvədə olmağına baxmayaraq mübardə falan nə deyirəm? Özündən istəyirlər olan komandalar aynı Doğrudan da Sabahil axırıncı yerdə olmağına baxmayaraq, yəni onların futbol üsulu yəni doğrudan da yaxşıdır. Yəni çox çətin oyun olacaq. Onlar da yəni axırıncı yerdən qurtulmağa çalışacaqlar. Yəni onlar üçün də yəni bu 5 dənə oyun final oyunlarıdır bizim kimi. Yəni çox çətin oyun olacaq. Özdə səfərdə oynayırıq. Yəni nə bilim hazırlaşmaq lazımdır. Yəni bizim üçün yəni bitirməyə şeyimiz yoxdur, elə bir. Maksimum yəni qələbə qazanmaq. Son olaraq deyim, yəni Araznaxdan artıq 2 il qayıdıb dediyim çempionatda. Yəni 2 il ərzində bu il artıq Avrupaya getməyə hədəfləyir. Yəni bunu gözləyirsiniz bu mövsüm başlamasından əvvəl. Komandamız pis deyil, yəni komandamız yaxşı legionerləri olsun, yerli futbolçuları olsun, hamısı yaxşı. Yəni buna inanırdıq biz, yəni. Birinci başlayandan inanırdıq. Potensialına inanırdıq komandanın.